Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bugün sizə Masazır qəsəbəsində şəxsi tikili Masazır məscidinə yaxın 3 otaqlı həyət evi çəkib təqdim edirəm. Dəyərli izləyicilər, diqqətlə baxın. Belə evlər satışda hər gün olmur. Bura evin mətbəx hissəsidir. Mətbəx bahalı, mətbəx mebeli yığılıb membrandandır. Üstü tökmə mərmərdir. Soyuducunun yeri. Burada da mikrovolnovkaların yerləri qoyulmuşdur. Qazı aspiratorda da hər şey hazır vəziyyətdədir. Dəyərli izləyicilər, həyət evidir. 3 otaqlıdır. Tam qoşa daşla tikilmişdi. Yeri parketlə döşənmişdi. Burada belə bir divar mozaika şəklində işlənmişdi və gizli işıqları da var burada. Lüstrdəki maşallah olsun. Lepkalar əllə işlənmə lepkalar dəyərli izləyicilər. Yəni videomuzu diqqətlə izləyin, zəhmət olmasa. Videoda çox maraqlı nüanslar var. Adi uşaq otağının lüstrü belə görün necə maraqlıdır. Təyyarə formasındadır. Buradan evin arxasına keçmək üçün yer var və evin hündür zirzəmi hissəsi var. Baxın, burada döşənib hazır vəziyyətdədir. Buradan evin altına keçmək olur. Keçim sizə göstərim. Baxın, evin alt hissəsidir. Kombi sistem. Bura yığılacaq da ərizəcək. Buranın da trap hissəsi qoyulub ki, burada qurunç suları və yaxud yağış suları axsın, geçsin. Burada səki kimidir, istifadə edə bilərsiniz. Artıq əşyaları qoya bilərsiniz və yaxud paltar asmağa bir qədər yeri var burada. Dəyərli dostlar, dəyərli izləyicilər, otaqları mən sizə göstəreyim. Evimiz 3 otaqlıdır. Masazır qəsəbəsində Masazır məscidinə yaxın yerdə yerləşir. Bura əsas yataq otaqlarından biridir. Gördüyünüz kimi. Və burada sanitar qovşaq hissəsidir ki, tam təhtizat bütün aksesuarlar quraşdırılmışdır və yüksək səviyyədə hazır qoyulmuşdur. Duş kabinası, moydadırı, su şulkasına qədər qoyulub hazır vəziyyətdədir. Dəyərli dostlar, dəyərli izləyicilər, qiymət cəmi 83.000 manat təklif olunur. Bura ayaqqabı soyunmaq üçün yeridir. Buradan həyət yan sahəsini sizə göstərim. Həyətinə rahat avtomobil daxil ola bilər. Qapısı pultla idarə olunan jalüz qapıdır. Həyətin ayaq yolusuna qədər qoyulub hazır vəziyyətdədir. Üstü terapitsa paket krişa vurulmuşdur. Həyətin də tamet daşlarına döşənmişdir dəyərli izləyicilər. Həyətin trapına qədər hazır vəziyyətdə qoyulub. Burada həyət ayaq yolusu var. Belə bir həyət ayaq yolusu var. Evdə bir müddət yaşayış olub, hal-hazırda evdə yaşayış yoxdur. Masazır qəsəbəsində yerləşir. Hündür padval hissəsi var. Evin boy padvalında gəzmək olur. Evin altında splaşnoy gəzmək olur dəyərli izləyicilər. Baxın, qupquru yerdir. Kombi sistem hamısı izolyasiya olunub. Evin altı da diklə izolyasiya olunmuşdur. Buyurun, kanala abunə olun, videolarımızı izləməyi, bəyənməyi unutmayın.